Rainbow 5 kinosundan fraqmentlər. Bananı dərmək üçün bu cür qarmaqlardan istifadə edirik. Hər banan ağacında yalnız bir ədəd salxım olur. Hər dəfə bananları dərəndən sonra ağacın yerüstü hissəsini kəsirik ki, əvəzinə yenisi yetişsin. Bu banan ağacları dişi olur. Onlar daha sonra ana olurlar. Və anadan bu uşaqlar əmələ gəlir. Bu uşaqlardansa balaca qızcığazlar yaranır. Onlar ailə şəklində yaşayırlar. Banan ailəsində oğlanları, kişiləri görmək olmaz. Ailə ancaq analar, qızlar və nənələrdən ibarət olur. Ata, baba, oğul, yəni ki, banan bitkisinə aid olan məsələ deyil.